Ucarda yük maşınının minik maşınına çırpılması faciəyə səbəb oldu. Ağır qəzada 2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub, araşdırmalara başlanılıb. Hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü 47 yaşlı Tərtər rayon sakini Şamilzadə Anar Cəfəroğlu idarə etdiyi Mercedes Ateko markalı yük maşını ilə hərəkətdə olarkən yol kənarında dayanmış Gəncə şəhər sakini 42 yaşlı Məmmədov Tural Cəlaloğlu onun idarə etdiyi Chevrolet markalı minik maşınına çırpılıb. Qəza zamanı zərbənin gücündən Chevrolet markalı avtomobil yoldan çıxaraq yol kənarında dayanan 2 piyadanı vurub. Ağır qəza zamanı piyadalardan biri Göyçay rayon Ləkçılpaq kənd sakini 33 yaşlı Məmmədov İsa Rüfətoğlu və Chevroletdə olan sərnişin Samux rayon Qarayeri qəsəbə sakini 24 yaşlı Quliyev Yusif Xudayaroğlu dünyasını dəyişib. Bundan başqa qəza zamanı Chevrolet Kabaltın sürücüsü 42 yaşlı Tural Məmmədov və onun sərnişinləri Gəncə şəhər sakinləri 44 yaşlı Fəraculayev Elnur Sədoğlu və 41 yaşlı əskərli Elmir Rafiqoğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ucar rayon mərkəzi xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb. Elə biz bura çatanda oldu hadisə. Gördük ki, Chevroletdə 2 dənə ağır yaralı var. Piyadalar da vurulan maşından piyadalar biri ağır yaralıdır, biri də rəhmətə getmişdi yerindəcə. Və gəldik köməklik göstərdik, bir ambulansdan xəstəxanaya ağır yaralı apardılar. 2 ağır yaralı da Chevrolet maşındadır. Hadisəni gördünüz mü siz? Bəli, bəli. Necə oldu hadisə? Mən elə bu yolu gəlirdim, hadisə Chevrolet gəldi, Ateko vurdu. Vurandan sonra elə 2 nəfər də yerdə piyada idi. Piyadalar maşın vurdu, biri rəhmətə getdi. Bir də ağır yaralı kimi götürdülər, apardılar ambulansdan xəstəxanaya. Chevroletdə Bəli, Chevroletdə də 2 ağır yaralıdır. Hazırda fakt araşdırılır. Aqil Əsədov, İrana Novruzzadə, Gün TV.